Sığortasız avtomobil idarə etsəm nə baş verər? Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı tələblər icbari sığorta haqqında qanunla tənzimlənir. Belə ki, icbari sığorta olmadan avtomobili idarə etmək qadağandır. Yol polisi yoxlama zamanı sığorta olmadığını aşkarlarsa, sürücüyə cərimə tətbiq edə bilər. İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən, müvafiq riskləri icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş fiziki və ya hüquqi şəxslər sığortaçı ilə müqavilə bağlamazsa, bu zaman fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 80 manat məbləğində, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə olunur. İcbari sığorta olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə məsuliyyətə cəlb olunan şəxs bundan sonraki 20 gün ərzində eyni əmələ görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Bu müddət şəxsə icbari sığorta müqaviləsini bağlamaq üçün verilib. 20 gün müddəti bitdikdən sonra şəxs yenə də sığorta olmadan avtomobili idarə etməyə davam edərsə, 21-ci gündə yenidən cərimə tətbiq edilə bilər. Burada ilk dəfə məsuliyyətə cəlb olunmuş şəxs barəsində yerində protokol və ya elektron protokol olmasının heç bir fərqi yoxdur. Həmin şəxs yalnız 20 gün sonra yenidən məsuliyyətə cəlb oluna bilər.